söhbətinən doğrusu Azərbaycan ordusu həmişə gedib qabaqda, düşmanı dağda girən kimi meydana, zərbə vurub düşmana, uğurları ilə yenə Qarabağı 44 günə alan igidlər oldu, qazi şəhidlər oldu. Yardımlı torpağında, hər solunda sağında vardı saysız igidlər, tarix yazan şəhidlər. Hamsına rəhmət olsun, yerləri cənnət olsun. Bu qocaqlardan biri Arus kəndinin şiri, şəhidimiz Amal Ağda, qeyd elədim varaqda. Dillərdə dastan olsun, əbədi xatirə qalsın. Amal çox mehriban idi, o gənc idi, cavan idi, hörmətli adlı sanlı, yəni şöhrətli şanlı, sadə ömür sürürdü, hər yana sevilirdi. Böyüyə hörmət göstərən, kiçiyə məsləhət verən, o çox böyük ürəkli, xoş arzu, xoş diləkli, həmişə xeyirdə şərdə, şərik çıxardı dərdə. Bir söz ilə el oba, bütün qohum əqraba onu çox istəyərdi, hörmətli gözləyərdi. Söyləyim davamını bil, ailədə Amalgil, üç qardaş bir bacı olub, bacıları baş tac olub. Görməzdilər dərd məlal, orta təhsilin Amal, şimalda yad diyarda, almış idi qüsarda. Düşündü aram təhsilin etsin davam. Amal Bakı şəhərində, liseylərin birində oxuyub qəbul oldu, yuxarı qiymət aldı. Çox çalışsa da hər gün müəyyən səbəblər üçün toplaya bilməyib bal, qəbul olmadı Amal. Bilənlər bilir əlbət, bu gedişlə nəhayət, deyim davamını bil də 19-cu ildə aprel ayında Amal özünü göstərib fəal, getdi hərbi xidmətə, dayaq dursun millətə. Əskərlikdə də əlbət Amal qazandı hörmət, xidmət eyləyib sonu verdi vətən borcunu. O biraz verib ara, bir neçə aydan sonra hər işdə ehtiyatlı, xüsusi təyinatlı, qüvvələrin sırasına, işinin ən əsasına seçilib daxil oldu, öz adı ilə ucaldı. Orada da çox şücayət Amal göstərib əlbət, bütün komandirlərin, zabit və gizirlərin hörmətini qazandı, heç vaxt pozmadı andı. Davamı var son deyil, 2020-ci il 27 sentyabr döyüş başladı axır, düşman təxribat etdi, bir hadisə törətdi. Ordumuzda o saatı əks hücum əməliyyatı dərhal əmri verildi, cəbhəyə göndərildi. Bu əmir tam başqadır, müharibə başladı, hücuma keçdi ordumuz, azad ola yurdumuz. Amal da həmən onlar, dua edib yaradanlar, döyüşlərə qatıldı, daim irəli atıldı. Onda vardı cəsarət, göstərdi çox şücayət, işlədərək fəndləri, rayonları, kəndləri ordumuz azad edir, irəliyə ancaq gedir. Qarabağ Həndəvərdə, Murovdağ Kəlbəcərdə, Cəbrayıl Füzulidə döyüşüb Amal get-gedə, Füzulidə axırda, o 4 oktyabrda zaman gəldi nəhayət, ali məqam şəhadət oldu Amala qismət. Dəhşət valla dəhşət, çün şəhid oldu Amal, qəlblərdə qaldı Amal. Yardımlı rayonunda, Arus kənddə sonunda, çox böyük izdihamla, ən uca bir məqamla bükülərkən bayrağa, dəfn olundu torpağa. Ölümündən sonra bir gün özünün igidliyi üçün medalları ilə həmən Rəşadət ordeni ilə Amal təltif olundu, böyük tərif olundu.
İndi Amalın adı, qardaşının övladı. Şərəflə adını daşıyır, həmişə o adla yaşayır. Həyata tazə göz açmış, göydən şəfəqini saçmış. Bacısı qızını görmədi, üzünə onun gülmədi. Həmişə eləyirik xəyal, ürəyimizdədir amal. İllər ötsə də yəni, biz heç vaxt amal səni. Qardaşımı unutmarıq, yadımızdan çıxartmarıq. Qurtarıram söhbəti, mənsə bu rəvayəti. Amalın bibisi oğlu, hər yanda sözü doğru. Əmrahın istəyi ilə, xoş arzu diləyi ilə yazmışam, yaratmışam, aşkara çıxartmışam.